Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Əziz müsəlmanlar, həmişə olduğu kimi hamınıza, eləcə də özümə Allahdan qorxmağa nəsihət edirəm. Bir sual ünvanlayıblar bizə. Düşünürəm ki, bu sualın cavabı hamınız üçün maraqlı olacaq. Sualda deyilir ki, bir müsəlman yaşadığı ölkədə əmin-amanlıq içində yaşayır, qeyri-müsəlmanlarla bir yerdə yaşayır. Belə olduğu halda o müsəlman qeyri-müsəlmanlarla necə rəftar etməlidir? Necə rəftar etməlidir ki, müsəlman əxlaqına uyğun olsun? Demək, bu sualın cavabı Əl-Mümtəhənə surəsinin 8-ci ayəsindədir. Ayədə buyurulur ki, Allah sizə din uğrunda sizinlə vuruşmayan və sizi yurdunuzdan qovub çıxarmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı qadağan etmir. Həqiqətən Allah insaflı olanları sevir. Ayədən aydın başa düşülür ki, müsəlman yaşadığı yerdə qeyri-müsəlmanlarla insaflı davranmalı və əlindən gələn qədər onlara yaxşılıq etməlidir. Məsələn, qurban kəsir, qurbanlıq üçün. Qonşularından, qohumlarından, iş yoldaşlarından qeyri-müsəlmanlar olsa belə, o ətdən onlara da pay verə bilər. Eləcə də o kimsələr əgər nəyəsə ehtiyacı var, köməyə ehtiyacı var, maddi köməyə, fiziki köməyə fərqi yoxdur. O köməyi onlara edə bilər, o yaxşılığı onlara edə bilər. Bu Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin əxlaqıdır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm müşriklərlə belə gözəl rəftar edirdi. Onlara belə yaxşılıq edirdi. Diqqət edin, 21 il Peyğəmbər sallallahu aleyhi və səlləmə qarşı ədavət bəsləyən, yeri gələndə hətta ona qarşı vuruşan müşrikləri Məkkənin fəthi günü mühasirəyə alır. Məkkəni mühasirəyə alır və Məkkə əhalisini cəzalandırmaq imkanı ola-ola əksinə onlarla insaflı davranır, onlara yaxşılıq edir, yəni onları bağışlayır və bunun nəticəsində də Məkkə əhalisi İslamı qəbul edir. Axı Məkkə əhalisi həmin vaxt, mühasirədə olduğu vaxt ona qarşı vuruşmurdu. Ona qarşı silah çəkməmişdi. O yüzdən də Rasulullah sallallahu aleyhi və səlləm onlarla insafla davranır. Həmçinin Mədinədə kitab əhli var idi. Yahudilər və xristiyanlar. Peyğəmbər sallallahu aleyhi və səlləm onlarla sülh içində yaşayırdı. Yahudi qonşusu qadın yeməyə dəvət edirdi, gedib onun yeməyindən yerdi. Qonşusunda bir Yahudi gənc var idi, xəstələnir, gedir onu ziyarət edir. Yahudilərlə, xristiyanlarla Peyğəmbər sallallahu aleyhi və səlləm ticarət edirdi. Yahudi qadınla, Safiyə ilə ailə qurur. Ömürlük onun həyat yoldaşı olur. Həmçinin xristiyan Mariya ilə ailə qurur. Ondan İbrahim adlı övladı dünyaya gəlir. Həmçinin sahabilərinə Həbəşistana hicrət etməyi buyurur. Həbəşistan kralını tərifləyir, baxmayaraq ki, o xristiyan idi. Onun ədalətli hökmdar olduğunu, onun məmləkətində ədalətlə hökm verildiyini xüsusilə vurğulayır. Bütün bunlar İslam dininin qeyri-müsəlmanlara olan gözəl rəftarını, münasibətini bizə xəbər verir. Başda Peyğəmbər sallallahu aleyhi və səlləm olmaqla sahabələri də qeyri-müsəlmanlarla daim insafla rəftar edib. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləmin təhdid edici bir hədisi var. O hədisdə buyurur ki, kim əmin-amanlıq olan bir yerdə qeyri-müsəlmanı öldürərsə, cənnətin iyini duymaz. Halbuki cənnətin iyi 40 illik məsafədən duyulur. Diqqət edin, əgər müsəlman
yaşadığı ölkədə qeyri-müsəlmanı öldürürsə, onun qanını axıdırsa, o cənnətin iyini duymayacaq. Bu təhdiddir. Peyğəmbər sallallahu aleyhi ve sellem belə təhdid edir ki, ölkədə daim əmin-amanlıq olsun. Bütün bunlar bizə göstərir ki, İslam dini sülh sevər, əmin-amanlığın tərəfdarı olan bir dindir. Lakin heç kəs unutmasın ki, İslam dininin o biri üzü də var. Sərt üzü. Əl-Bəqərə surəsinin 190-cı ayəsində Allah Subhanahu taala buyurur ki, sizinlə vuruşanlara qarşı siz də Allah yolunda vuruşun. Lakin həddi aşmayın. Allah həddi aşanları sevmir. Diqqət edin, kim bizimlə vuruşarsa, bizə təcavüz edərsə, ailələrimizə təcavüz edər, torpağımıza soxularsa, onlarla vuruşacağıq. Onlarla vuruşmaq bizim öhdəmizə düşən vəzifəmizdir. Və diqqət etsəz ayədə Allah Subhanahu taala nə deyir? Həddi aşmayın. Yəni İslamın necə sülhsevər din olduğunu göstərir. Yəni döyüş əsnasında qarşınıza qadın, uşaq, yaşlı adam çıxsa, onlara toxunmayın. Çünki onlar sizə qarşı vuruşmur. Sadəcə olaraq o döyüş bölgəsinə yaxın yerdə yaşayır. Onlara toxunmağı İslam dini qadağan edir. Həmçinin döyüş əsnasında qarşınıza onların ibadətgahları çıxsa, o ibadətgahlara toxunmayın, onları dağıtmayın. Onların heyvanlarını kütləvi şəkildə qırmayın, ağaclarını kəsməyin, yandırmayın. Bütün bunlar həddi aşmamağa aiddir. Yəni bunu etsəz, həddi aşmayacaqsınız. Həmçinin düşməndən əsir götürsəz, əsirlə insafla rəftar edin. Ona işgəncə verməyin. Və hətta düşməni öldürərkən insafla öldürün. Onun qulağını kəsmək, burnunu kəsmək və s. əzalarını kəsərək ona işgəncə vermək, o cür öldürmək, bu da həddi aşmağa aiddir. Baxın, bütün bunlar hamısı İslam dininin necə sülhsevər din olduğundan xəbər verir. Bir müsəlman olaraq hər bir kəsə nəsiyyətim odur ki, bu ayədə deyilənə diqqət yetirsin. Müsəlman həm insaflı, sülhsevər olmalıdır, həm də eyni zamanda düşmənə qarşı hazır olmalıdır. O hazırlığı da Allah Subhanahu Qurani Kərimdə başqa ayələrdə bizə xəbər verib. Ənfal surəsinin 60-cı ayəsində buyurur ki, düşmənə qarşı bacardığınız qədər qüvvə və döyüş atları, yəni silah, bugünkü gün təyyarə, tank, dronlar, SİHA'lar, BUHA'lar və s. hazırlayın. Beləliklə də öz düşməninizi, Allahın düşmənini və bir də sizin tanımadığınız, Allahın tanıdığı düşmənləri qorxudasınız. Diqqət edin, bu əmrdir. Hər bir müsəlman ölkəsinin güclü ordusu olmalıdır. Bu əmrdir, Allah əmr edir bunu. Digər ayədə, Tövbə surəsinin 123-cü ayəsində buyurur ki, düşmən vuruşun ki, sizdə sərtlik görsün. Yəni, düşmən elə bilməsin ki, siz qorxaqsınız. Sizdə olan o gücü görsün. Necə ki, əlhəmdülillah, biz Azərbaycan xalqı 44 günlük müharibədə o gücü göstərdik. Torpaqlarımızı geri qaytardıq. Mənim hazırladığım kiçik həcmli, amma maraqlı, çox maraqlı bir kitab var. Kitabın adı Vətəni Qoruyan Aslanlardır. Bizim həmişə qeyd etdiyimiz Burhan.az saytından o kitabın PDF formatını yükləyib oxuya bilərsiniz. Özünüz də görürsünüz. Azərbaycanda necə əmin-amanlıq var. Bu nə deməkdir? Peyğəmbər sallallahu aleyhi və səlləm məşhur hədisi var. Dəfələrlə bunu danışmışam. Kim səhər oyandıqda, yuxudan oyanıb görsə ki, əmin-amanlı bir yerdə yaşayır, canı sağlamdır
və sadəcə həmin günün yeməyi var evində. Elə bilsin ki, ona bütün dünya bəxş edilib. Əziz müsəlmanlar, əmin-amanlıq böyük nemətdir. Bu neməti qorumaq lazımdır. Və bu neməti qorumaq təkcə dövlətin üzərinə düşən öhdəlik deyil. Hər bir sıravi vətəndaş, hər bir fərdin üzərinə düşən öhdəlikdir. Hər kəs əlindən gələni etməlidir ki, yaşadığı yerdə əmin-amanlıq olsun. Görürsünüz, Azərbaycanda hər cür millət, hər cür dinə qulluq eləyən insanlar var. Heç kəs o millətlərə, o dindarlara qarşı həddini aşmır, onların qanını axıtmır, onlara təcavüz etmir. Hər kəs əmin-amanlıq içində yaşayır, rahat şəkildə dini ayinlərini yerinə yetirir. Qadın xeylağı gecə saat 12-də, 1-də sərbəst şəkildə evinə gəlir, heç nədən də qorxmur. Dünyanın çox az yerlərində belə əmin-amanlıq var. Bu əmin-amanlığın qədrini bilmək lazımdır. Onu əlimizdən gələn qədər qorumaq lazımdır. Nə qədər biz buna şükr eləsək, Allah Subhanahu bizə olan nemətini artıracaq. Sonda hamımız üçün Allaha dua edib deyirəm. Allahümmə əizzəl İsləmə vəl-müslimin və əzilləl kufrə vəl-kafirin və dəmmir ə'dəəd-din və ansur ibadəkəl-muvahhidin və cəlilləhümmə hədəl bələdə əminən mutmainnə və səirə bilədəl-muslimin ya Rabbəl-aləmin. Allahümmə əminnə fi əvtanina. Allahümmə əminnə fi əvtanina. Allahümmə əminnə fi əvtanina. Allahım, İslamı və müsəlmanları izzətləndir. Onları ucalt. Küfrü və kafirləri rəzil et. Alçalt. Yaşadığımız bu məmləkəti əmin-amanlıq yurdu et. Həmçinin digər müsəlman ölkələrinə də əmin-amanlıq bəxş et. Dinin düşmənlərini darmadağın et. Sənə qulluq edən həqiqi dindarları ucalt. Onlara yardım et. Allahım, bizə ölkəmizdə əmin-amanlıq və arxayınlıq bəxş et. Subhanək Allahumma və bihamdik. Əşhədu ən la iləhə illə ənt. Əstəğfiruka və atubu ileyk.